Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yassir li emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Aziz kardeşler, Allah Azze ve Celle'nin izniyle bugünden Şeyh İbn Hüseymin Rahimullah'ın Ramazan məclisləri kitabına başlayırıq inşallah. Allah Azze ve Celle istəyirəm ki, etdiyimiz ibadətləri qəbul eləsin, qıldığımız namazları, tutacağımız oruçları qəbul olan əməllərdən eləsin. Və inşallah hər gün işə namazı ilə təravih arasında hər şeyxin keçdiyi bu məclislərdən hər günə bir dərs götürəcək. Kitab 30 məclisdən ibarətdir, 30 dərsdən ibarətdir. Hər günə də qısa bir inşallah dərs götürəcəyik. Və şeyxin birinci məclisdə şeyx danışır ki, Ramazan ayının fəziləti barədə danışır və ki, Allah Azze və Cəllə artıq bizlərə bu əzəmətli ayı nəsib edib və bu əzəmətli bir mövsümdür. Allah Azze və Cəllə bu ayda savabları qat-qat artıq verir və bu ayda xeyir qapıları açılır. Hər bir istəyən insana xeyir qapıları açılır, bərəkət qapıları açılır və bu aydır ki, bu ayda Allah Azze və Cəllə Quran-ı Kərimi nazil etmişdir. Hansı o Quran ki, insanlara hidayət yolunu göstərir, insanlar üçün haqqı bağlı etilən, ayıran bir kitabdır. Və bu ay rəhmətlə dolu, məğfirətlə dolu bir aydır. Cəhənnəm ateşindən xilas olmaq üçün bir aydır. Bu ay elə bir aydır ki, bunun fəziləti saysız, hesabsız hədislərdə varid olmuşdur. Rasulullah sallallahu aleyhi ve sellem hədisində buyurur ki, Ramazan ayı gələrsə, cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zincirlənər. Yəni, cənnətin qapıları nəyə görə açılır? Deyir, çünki, necə açılır? Çoxlu, salih əməllər işləmə fürsəti ilə nə qədər, əməl etmək istəyənlər üçün yeni fürsət qapısı olur və cəhənnəm qapıları da bağlanır. Niyə görə? İman əhlinin günahları az etdiyinə görə, günahlar azaldığına görə və şeytanlar da zincirlənər və onlardan, başqa aylarda baş verən şəkildə vəsvəsələr, insanları azdırma baş verməz. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bu ay haqqında buyurur ki, Utiyət ümməti xamsə xısalin fi Ramadan ləm yu'tahunnə ümmətin minəl umami qabləhə. Mənim ümmətim, Ramazan ayında mənim ümmətimə 5 xislət verilmişdir. Neçə xislət? 5 xüsusiyyət, 5 xislət verilib ki, məndən öncəki ümmətlərin heç birinə, onlardan öncəki ümmətlərin heç birinə o xüsusiyyətlər verilməmişdir. Deməli, Allah Azze və Cəllə bu ümməti, Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətini 5 özəlliklə, 5 xüsusiyyətlə seçmişdir. Bu 5 fəziləti yalnız bu ümmətə nəsil edib ki, hansı ki, bundan öncəki ümmətlərə bu verilməyib. Yəni, bu Ramazanla bağlı 5 xüsusiyyətdir. Və bunlardan buyurur ki, xulufu fəmis saimi atyabu indallah min rihil misk. Birincisi, oruclunun ağzından gələn qoxu Allah qatında, oruclunun ağzından gələn qoxu Allah qatında müşk ətinindən daha gözəldir. Allah qatında daha gözəldir. İkincisi, وَتَسْتَغْفِرُ لَهُمُ الْمَلَائِكَةُ حَتَّى يُفْتِرُوا. İkincisi, ikinci xüsusiyyət, ikinci xislət odur ki, oruç açana qədər mələklər oruçlular üçün Allahdan bağışlanma diləyərlər. Və üçüncü xüsusiyyət deyir ki, وَيُزَيِّنُ اللّٰهُ كُلَّ يَوْمٍ جَنَّتَهُ وَيَقُولُ يُوشِكُ عِبَادُ الصَّالِحُونَ أَنْ يُلْقُ عَنْهُمُ الْمَؤُونَةَ وَالْأَذَى وَيَصِيرُ إِلَيْكَ. Allah Azze və Cəllə hər gün, Ramazanın hər günündə cənnəti bəzəyər, daha da gözəlləşdirər və deyər ki, mənim salih qullarımın əzab, əziyyətdən xilas olub sənə gəlməsinə az qalıbdır. Və dördüncü, وَتُصَوَّدُ فِيهِ مَرَدَةُ الشَّيَاطِينَ və şeytanlar zincirlənər, yəni böyük şeytanlar zincirlənər və başqa vaxtlarda etdikləri kimi
bu ayda vəsvəsələr edib insanları azdıra bilməzlər. Və yuğfəru lahum fi axiri leylə. 5-ci də odur ki, son gecənin sonunda nədir? Onların günahı bağışlanar. Soruşurlar, ya Rasulallah, o qədər gecəsidimi? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, xeyr, lakin əməl sahibinin əməli bitirəndə verilər. Əməl sahibinin əməlinin mükafatı, daha doğrusu, əməlini bitirdikdə verir. Və həqiqətən bu xislətlər, bu xüsusiyyətlər, Ramazan ayı ilə bağlı bu xüsusiyyətlər əzəmətli bir əməllərdir. Yəni, iman əhlinin, müminin rəğbətini artıran, Allah Azə və Cəlləyə daha çox ibadətə rəğbətləndirən bir əməllərdir ki, insan bu əməlləri, yəni bu fəzilətləri bildikdə bu ayı daha da təzim edir, daha da bu ayın qiymətini bilir. Onlardan birincisi nə dediyi ki, oruç tutanın ağzından gələn qoxu ki, Allah qatında müşk ətirindən daha üstündür. Yəni, biz bilirik ki, oruç tutan insanın ağzından yaxşı qoxu gəlmir. Oruç tutan ağzından, yəni mədəsində az olduğuna görə mədədən xoşa gəlməz qoxu gəlir. Lakin, niyə görə bu Allah qatında müşk ətirindən də daha üstündür? Çünki o iyinin səbəbi onun nə səhlənkarlığı deyil, nə də başqa bir şey deyil. Sırf Allah Azə və Cəlləyə ibadəti yerinə yetirdiyinə görə, Allah Azə və Cəlləyə ibadəti yerinə yetirdiyinə görə o qoxu ondan gəlir. Ona görə də Allah qatında o ən qiymətli. Necə ki, məsələn, şəhid barədə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şəhid, Allah yolunda şəhid olan insanın, yəni qiyamət günü dirildiyi zaman yarasından qan axacaq, rəngi qan rəngi olacaq, amma iyisi müşk ətirinin iyisi olacaqdır. Niyə görə? Çünki o qan öz nəfsinə görə yox, Allah Azə və Cəllənin kəlməsini uca tutduğuna görədir. Həmçinin, məsələn, başqa bir misal, məsələn, biz bilirik ki, insanın toz torpağa bulaşdığı halda gəzməsi bəyənilən bir şey deyil. Lakin, məsələn, həcdə gəlir ki, Allah Azə və Cəllə Arafa günü dünya səmasına inər və Arafada olanlarla mələklərin qarşısında öynər. Deyər ki, mənim qullarıma baxın, onlar mənə toz torpağa bulaşmış halda gəliblər. Allah Azə və Cəllə onların o halı ilə öynər. Niyə? Çünki o hal Allah Azə və Cəlləyə ibadəti həyata keçirmək üçün baş verir deyə Allah Azə və Cəllə o halı tərifləyibdir. Və bu birinci xüsusiyyətdir, qardaşlar. Deməli, birinci xüsusiyyət Ramazanın ayında, hansı ki, Ramazan ayında bu ümmətə verilmiş birinci xüsusiyyət nədir? Oruç tutanın ağzından gələn qoxu Allah qatında müşk ətirindən daha üstündür. İkincisi, mələklər oruc əhlinə, oruç tutanlara gün ərzində bağışlanma diləyərlər. Ta ki, orucu açana qədər. Hər gün, subhanallah. Hər gün Allah Azə və Cəllənin mələkləri, o mələklər ki, Allahın hörmətli qullarıdır. Allah təala onların haqqında buyurur ki, "La ya'sunallaha ma amarahum və yef'alun ma yu'marun." O mələklər Allahın onlara əmr etdiyi şeylərdə ona asi olmazlar və onlara əmr edilənləri yerinə yetirərlər. Və belə bir məxluqların şək yoxdur ki, duaları müstəcəbdir, duaları qəbuldur. Və elə bir məxluqlar da oruç tutanlar üçün, sənin üçün hər gün dua edirlər. Çünki Allah Azə və Cəllənin əmri ilə bunu yerinə yetirirlər və oruç tutanlar üçün, bu ümmətdən oruç tutanlar üçün, onların şəninin ucalığı üçün Allah Azə və Cəllədən onlar üçün bağışlanma diləyirlər. Və burada da onların orucunun fəzilətinin bəyanı var. Eyni zamanda onların zikrinin, onların dərəcəsinin üstünlüyü var. Və istiğfar nədir? Bağışlamadır. İstiğfar nədir? Allahdan məğfirət, günahları silməyini diləmək, eyni zamanda günahların dünya və axirətdə günahları örtüb, eyni zamanda onları əfv etməkdir. İstiğfarın mənası budur. Yəni, təsəvvür elə, mələklər sənin üçün deyir ki, Allahım, o qulunun etdiyi günahları bu dünyada, axirətdə ört və qiyamət günü də onu əfv elə. Ona görə onu hesaba çəkmə. Yəni, bəzən olur ki, insan bir günah işləyir, ola bilsin ki, günahı, yəni axirətdən qabaq bu dünyada cəzasını ala bilər. Ən azından
günahın cəzası nə olur? Günahın yayılması ilə onun rüsvay olması. Bu da bir cəzadır əslində. İnsanın etdiyi günahın, yəni cəza, bu dünyada olan cəzalarından biri də insanın o günahının yayılması, insanlar arasında bəzi günahlara görə rüsvay olmasıdır. Amma Allahın əfvindən ki, Allah Azza və Cəllə, yəni mələklər sənin üçün dua edir ki, onun hətta dünyada da günahını ört. Rüsvay belə olmasın. Ahirətdə də ört və qiyamət günü də ona görə, o günaha görə, o günahlara görə onu hesaba çəkmə. Baxın, bu Allah Azza və Cəllənin mələklərinin oruc əhlinə etdiyi bir duadır. Bu ikinci xüsusiyyət. Üçüncü xüsusiyyət, qardaşlar, nədir? Allah Azza və Cəllə hər gün cənnətini bəzəyər. Hər gün Allah Azza və Cəllə cənnəti bəzəyər. Və deyər ki, cənnətinə xitab edərək deyər ki, artıq salih qullarımın əziyyət və çətinliklərdən xilas olub sənə gəlməsinə az qalıbdır. Yəni kimi Allah Azza və Cəllə oruc əhli üçün bunu bəzəyir, salih qulları və nə üçün? Yəni ki, onlar daha da rəğbətlənsinlər, cənnətə daha da rəğbətlənsinlər. Və bu da yalnız hansı ayda baş verir, qardaşlar? Allah Azza və Cəllənin cənnəti hər gün bəzəməsi hansı ayda baş verir? Ramazan ayında baş verir. Bu da Ramazan ayının fəzilətinə dəlillərdəndir. Və dördüncü xüsusiyyət şeytanların zincirlənməsidir. Və şeytanların bağlanmasıdır ki, onlar salih qulları azdıra bilməsinlər. Haqq yoldan onları saptıra bilməsinlər. Onlara xeyrə maniçilik, onların xeyr əməllər işləməsinə maniçilik törədə bilməsinlər. Və bu da Allahın qullarına etdiyi yardımlardır ki, Allah Azza və Cəllə onların düşmənini, salih qullarının düşmənini həbs edir ki, onlar, yəni o düşmənlər Allahın salih qullarına zərər toxundura bilməsin. Və xüsusiyyətlərdən beşincisi də Allah Azza və Cəllə bu ümmətin, yəni Ramazanın son gündə bu ümmətin bağışlamasıdır. Yəni oruç tutanları bağışlamasıdır. Çünki biz bilirik ki, əməllər nə zaman, insan əməlinin mükafatını nə zaman alır? Hətta dünyada bir işçi gəlir, sənin işini görür. Nə zaman onun haqqını, ücrətini verirsən? İşini bitirdikdə və sən də əgər Ramazan ayını gözəl şəkildə ibadətlə yerinə yetirdinsə, haqqı ilə yerinə yetirdinsə, deyir ki, Ramazanın sonuncu gecəsində, sonuncu günündə Allah Azza və Cəllə o oruç tutanların günahını əff edər, günahını bağışlayar. Və həqiqətən bu böyük bir fəzilətdir, böyük bir mümin üçün uğurdur ki, Allah Azza və Cəlləyə, necə ki, bugün xütbədə də onu zikr etdik ki, yəni insan imanla və əcrini Allahdan umaraq Ramazan ayını tutarsa, Ramazan orucunu tutarsa, həqiqətən onun günahlarının bağışlanmasına səbəbdir. Rasulullah s.a.v. buyurur ki, "Ğufirə ləhu mə təqaddəmə min zəmbi." Onun keçmiş günahları bağışlanır. Təkcə şərti nədir? İmanla və savabını Allahdan umaraq tutmaqdır. Yəni, niyyətin oruç tutduqda, yəni insanlardır, maşallah, bu oruç tutanlardandır deməsin. Və yaxud niyyətin olmasın ki, daha sağlıqlı olum, yəni arıqlamaq üçün və yaxud insanlardan həya edərək və s. yaxud kimdənsə utanmaq, bu səbəblər olmamalıdır. Sırf Allah Azza və Cəllənin rizası üçün, Allah Azza və Cəllə sənə əmr edib deyə tutmalısan. İnsanın rəğbəti bu olmalıdır. Və bu oruç da səni nəyə vadar edir, qardaşlar? Bugün xütbədə qeyd etdiyimiz kimi də insan eyni zamanda bütün bədən üzvləri ilə oruç tutur. Dili ilə, gözü ilə, əli ilə, bütün bədən üzvləri ilə oruç tutur. Əgər sən, məsələn, evdə tək olarsansa, heç kəs olmaz. Qabağında ən sevdiyi yemək olarsa, Ramazanın günorta vaxtı. O yeməyə əlini uzadıb yeyirsənmi? Yemirsən. Niyə görə? Kimsə səni görmür. Deyə bilərsən, yenə də insanlara deyə bilərsən ki, mən orucam, orucuma davam edirəm. Lakin təkliyə düşəndə doyunca yeyirsən. Amma sən bu əməli etmirsən. Niyə? Çünki bilirsən ki, Allah Azza və Cəllə səni görür. Öz üzərində Allah Azza və Cəllənin nəzarətini hiss edirsən. Eyni nəzarəti
günahlara rəğbət göstərəndə də et. Unutma ki, Allah Azze ve Celle hər bir halında səni görür, hər bir halında sənin halından xəbərdardır. Həmçinin qardaşlar, sən o yeməyin əsli nədir? Yeməyin əsli nədir? Halaldır. Halal olan yeməyə əlini uzatmırsan. Əsli halal olan bir şeyə Allah Azze ve Celle bu vaxtda, bu müddətdə sənə onu qadağan edib deyə əlini uzatmırsan. Bəs yaxşı, əsli haram olan bir şeyləri niyə edirsən? Niyə görə qeybət edirsən? Oruclu ikən niyə qeybət edirsən? Oruclu ikən niyə yalan danışırsan? Oruclu ikən niyə dilinə sahib çıxmırsan? Oruclu ikən niyə gözünə sahib çıxmırsan? Qiyamət günü bunların hər biri haqqında soruşulacaqsan. İnnə səm'a vəl basara vəl fuadə kullu uləykə kənə anhu məs'ulə. Subhanallah, Allah təala buyurur ki, həqiqətən qulaq da, göz də, qəlb də onların hər biri sorğu-suala çəkiləcək. Hər biri etdiklərindən sorğu-sual olacaq. Və hər bir əzanı qorumaq zorundasan. Buna görə sən cavab verəcəksən. Xüsusən də dilinə sahib çıx. Dilinə sahib çıx. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Hər gün Adəm övladı yuxudan oyandıqda bütün əzalar dilə deyər ki, sən salım olarsansa, salamat qalarsansa, biz də salamat qalarıq. Sən salamat olmazsansa, bizə də əziyyət toxunar. Ona ki, məsələn, insan gəlir, dilinlə birinə söyüş söyür, birinə vurur, vurmamışdan qabaq, dilinə söyüş söyür, vururlar onun gözünü çıxardırlar. Göz kimin yudazına gedir? Dilin. Başını yarırlar, baş kimin yudazına gedir? Dilin. Ona görə insan dilinə sahib çıxır. Çünki Ramazan bir tərbiyə məktəbidir. Ramazan insanları tərbiyələndirmək üçün bir fürsət ayıdır. Baxın, Şeyx sonda İbn Rəcəb Rahiməhullahın bir şeiri ilə tamamlayıb, çox gözəl bir şeirdir. İbn Rəcəb Rahimullah buyurur ki, Yə zəlləzi kəfəhu zəmbu fi rəcəbin, hatta asa rabbəhu fi şəhri şə'bəni, ləqəd azəlləkə şəhru sovmi bə'dəhumə, فلا تصيره أيضا شهر عصيان واتل القرآن وسبح فيه مجتهدا فإنه شهر تسبيح وقرآن كم كنت تعرف ممن صام في سلف من بين أهل وجيران وإخوان أفناهم الموت واستباق بعدهم هيا فما أقرب القاصي من الداني. Subhanallah, həqiqətən bu çox qiymətli sözlərdir. İbn Rəcəb Rahimullah buyurur ki, ey günahlar edən, Rəcəb ayında günahlar edib və Şaban ayında da Rəbbinə asilik edən kimsə, bununla kifayətlənmədin, artıq deyir, oruc ayı gəldi, o 2 aydan sonra deyir, oruc ayı gəldi, o ayı da günah ayı etmə deyir, o ayı da günah ayı etmə. وَاتْلُ الْقُرْآنَ وَسَبِّحْ فِيهِ مُجْتَهِدًا. Bu ayda Quran oxu, çalışaraq Allah Azze ve Celle'ni təsbih et. فَإِنَّهُ شَهْرُ تَسْبِيهٍ وَقُرْآنِ. Çünki bu ay Allah Azze ve Celle'ni təsbih etmək və Quran oxumaq ayıdır. Nə qədər oruç tutanlar var idi ki, sənin ailəndən, qonşularından, həmçinin dostlarından ölüm onları apardı. Lakin həyat o səni saxladı, sənə toxunmadı. Və ona görə də bil ki, ölüm sənə çox yaxındır. Ona görə nədir? Bu günlərin qiymətini bil. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle bizləri bu ayı imanla və əcrini ondan umaraq oruç tutan qullarına eləsin. Allah Azze ve Celle bizləri sözlərimizdə, əməllərimizdə ixlasla qullarından eləsin. Allah Azze ve Celle bizləri xeyir əməllərə müvəffəq eləsin. Ramazanı qiyamda keçirməyə bizə müvəffəq eləsin. Allah Azze ve Celle bizlərin dəvətinə bərəkət versin. Subhanakallahumma bihamdik. Əşhədən la ilahe illə ente, estağfiruka və etûbü ileyk.